Salam dostlar, hoş gördük kanalımda hamınızı. Bugünkü videoda qrup yoldaşımın adını qeyd edirik. İlk öncə Nəsrinlə gül almağa gedirik və metrodan çıxırıq. Burada hətta yolu biraz itirdik, sonra təzədən tapdıq. Artıq gül mağazasına çatırıq. Çox gözəl güllər var idi. Gül daxması. Burada özümüzü çəkirik. Nə gül alacağımıza qərar veririk. Və qapıda çox tatlı bir mənzərə ilə qarşılaşdıq. Kalpli balonlar. Burada artıq gülümüzü aldıq və universitetə doğru gedirik. Gülü çəkirəm sizlər üçün. Kiçik bir notda yazdıq qrup yoldaşlarımızın adından. Buradan dərsə girməliyik, getdiyim molda yemək yedik. Və gedirik yenə. Və Ayşədə gününü verdik artıq. Ad günü qızımız budur. Bütün üniversitede əlindəki şarlar və güllərlə gəzirdi. Buradan Nurayla özümü çəkirəm. Burada dedik ki, qrupca bir video çəkəlim. Gördüyünüz kimi Aytən mənə şiddət yolluyor. Burada özümüz üçün video çəkirik. Aytən aldığımız hədiyyə ilə oynayır. Mən də ona baxıram. Aslında çox maraqlı gün idi. Sadəcə bəzi hissələr çəkə bilməmişəm. Çünki digər qrup yoldaşımız balaca bir hadisə yaşadı. Ona görə bəzi hissələr çəkmədim mən də. Biraz ona görə videonun axırlarında da görəcəksiniz, keyfimiz olmadı. Amma sonra düzəlməyə çalışdıq. Burada Asel gəldi. Əlində güllər və şarlar idi. O da poz verir. Burada yenə mən özümü çəkəcəm. Və yeni çəkirəm. Burada artıq sinifə dərsə doğru gedəcəyim. Ayşə çox şirin olub. Əslində burada çox mutluyuq, hər şey yaxşı gedir. Və sinifdəyik. Nə oldusa burada oldu. Qrup yoldaşımızın ürəyə getdi. Çox pis olmuşdu. Və toparlamağa çalışdıq. Getdik Ayşənin ad gününü davam etdirməyə. Burada Ayşə şamlarını üfləyir, sonra da bizi çəkir. Buna görə çox xoşbəxtdik. Sonra Ayşə burada tortunu üfləyir, arzu tutur. Daha sonra isə bir-bir biz başlayırıq Ayşələ xoş arzularımızı deməyə. Burada Ayşə deyir. Daha çox yaşları var. İnşallah ailənlə, sevgilərindən, sevənlərindən. Bütün həyatın gözəllikləri səndən olsun. İnşallah ilin sonuna, nəinki ilin sonuna, bu məsələn bütün yaşları bir yerdə keçirmək diləyinə. Hər yerdə, həmişə bir yerdə xoşbəxt olaq, deyək, gülək, danışaq, heç nəyə dərd verəməyək. Hamınızı sevirəm, yaxşı ki varsınız, həmişə bir yerdə. Burada artıq videonun sonuna gəldik. Çünki mənim telefonumun zaydqası qutarır və evə necə getdik, onları çəkə bilmirəm. Videonu izlədiyinizə görə çox sağ olun.